Ay oğlum, sən məni qoyub hara gedirsən? Sən mənim borcumu ödəməmiş hara gedirsən? Belə təbliğat olunsun və bunu birbaşa rəsmi şəkildə də deyilsin və desin ki, vətən sənə halallıq vermir. Hara gedirsən? Salam aleyküm. Deputatımızdır. Deyir, xaricdə gedib işləyən gənclərə halallıq verməyək. Niyə ölkəni tərk edirlər, gedirlər? Düz deyir də kişi. Adam da bir günə neftdən 40 milyon gəlir əldə edən bir dövlətdən üz döndərib gedər xaricə. Basın yiyin də Daşdəmirin malını. Elə siz gedib orada ayı 5.000 euroya, 6.000 euroya işləyincə, burada elə günü 15 manata belə deputatlarımızın en qədər restoranları var. Gidin orada işləyin. Günü 15 manata. İş tapırsınız, deyirsiniz ki, universiteti qutarırıq, işsizlikdən əziyyət çəkirik. İş niyə yoxdur ki? Deyir burada. 3-cü mikrorayon körpüsünün altında nə qədər bilirsiniz yer var. Qəşəng bir matapilla, bir nə bilim çəkic, oraq, al nərvizə gəlin durun orada. Ar biri bindirib maşına aparacaq da bağında işlətməyə. Bu məmurlardan. Bir neçə gün bundan öncə bu hörmətli deputatımızın nəvəsinin saytlarda avtomobilin qiyməti ictimailəşdi. Belə baxdım qiymətinə, məsəl üçün, mən Göyçaylıyam da, elə rayonun büdcəsinin yarısı qədər idi avtomobil nömrəsinin qiyməti. Hörmətli deputat elə bilir ki, hamı bunun nəvəsi kimi yaşayır. Yəni, hamının babası deputatdır, hamının babasının maaşı qaldırılıb 10.000 civarında. Və hamı da elə oturmalıdır burada, məhz bizim bu hörmətli deputat kimisinə qulluq eləməlidir, səcdə eləməlidir. Yenə də dediyim kimi, bunların obyektlərində işləməlidir günəmuzd. İnsan da bu ölkədə yaşaya bilmirsə, ona səbəb elə sizin kimi deputatların belə çıxışlardır. Siz xalqın problemlərini, işsizliyi, gücsüzlüyü, aşağı yaşayış səviyyəsini ortaya gətirmirsiniz deyə, o gənclər də gedirlər özlərinə həyat qurmağa. Hansı ağıllı öz valideynini, hansı imkanlı, hansı belə deyim də ehtiyatsız bir adam öz valideynini, ölüsünün, dirisinin qəbrini, nəslini, kökünü, qovumunu, əqrəbəsini qoyub burada, gedək yad ölkədə sığınar qaçqın kimi ki, bir parça çörəyə möhtac orada yaşasın. Özünüz nə qazanırsınız, nə qoyursunuz, istəyir sizin maaşlarınız 1 milyona da qalxsa, bu xalq səsini çıxartmayacaq. Çünki bu xalq çox yaxşı xalqdır. Heç olmasa başınızı salın aşağı yeyin və bu xalqı Qarabağlılar demiş, cojutmayın. Xalqın əsəbi ilə oynamayın. Xalqla bu qədər məzələnməyin.